Salam olsun hər birinizə. Nasosnaya gəlmişəm, yeni yasamaldan. Xanım müraciət elədi, durdum gəldim. Bir dənə də böyük qızı var, onu çəkə bilmirik, göstərmirik, böyüdür. Sənin adın nədir? Leyla. İbrahim Yusif. İbrahim Yusif Leyla. Sizin adınız nədir? Tünzalə. Tünzalə xanım, yoldaşınız hardadır? Qurumusunuz da tutulub, elə? Hə, o da tutulub, yəni mən də, yəni heç yerdən mənə gəlir, yox, kömək Bəs yox. necə dolansı? İçəri keçərlə? Hə, gəlin. Allah sizlərin qarşınıza xeyir çıxardır. 5 manat, 3 manat, 10 manat kömək eləyin deyə. İçinizdən çox insanlar kömək eləyir. Bir qism var ki, altına yazır ki, bu qədər uşaq niyə doğmusan, bu qədər uşaq niyə dünyaya gətirmisən? Mən nə həkim deyiləm, nə psixoloq deyiləm, nə də ki, cəmaata deyə bilmərəm ki, bu uşaqları dünyaya gətirmə, ləğv elə, uşaqlarının sayını azal. Çox belə düşüncəsiz söhbətdir. Yəni, dünyaya gətirilən uşağa o nə deməkdir ki, bu qədər uşağı niyə inirsən və yaxud da belə sözlər işlətməyin. Əgər kömək eləyə bilirsinizsə, eləyin. Verdiyiniz uzaq başı 50 manat puldur. Uzaq başı. Onu da başa qalxaraq zay eləməyin. Yaxşılığı eləyin, amma başa qalxmayın, adını tutmayın, zay eləməyin. Və yaxud da demən, niyə? Bu uşaq 4 dənə uşaq var, amma yenə də pul göndərirəm. O yaxşılıq deyil. Allah haqqı yaxşılıq deyil o. Buranın bir şəraiti yoxdur, imkanım yoxdur hamam tualet tikməyə. Suyu bulaqdan gəlib gətirəm, qışın günü məziyyət çəkirəm körpə uşaqla. İmkanımız yoxdur, anamız xəstədir. Çörək almağa pulumuz yoxdur. Sənin adın nədir? Yusifdir, İbrahimdir? Nədir adı? İbrahim böyük. İbrahim. Mən. Əmin sənə nə alsın İbrahim? Yəni mən heç Sən neçə oxuyursan? 6-da. 6 oxuyursan. Nə olmaq istəyirsən? İnşallah olarsan. Əsas oda məqsədim var. kim verir, köməkləyirəm. Kimsə uşağıma pampers alır verir, çörək alır verir, köməkləyir mənə. Yəni mən kömək Siz burada harda məsələn yataq otaqlarda uşaqlar necə yatır? burada. Yataq otağı buradır. Yəni Burhan burada yatır. Yəni burada. Uşağa pampers, ərzaq. Ərzaq ehtiyacım var. Bir məsələ qazım. Biz gələndə qonşuları da nəzərə alırıq çünki biri tox, biri az olmaz da. Orada kənardan da baxırlar. Yaxşılıq odur ki, bir nəfərə yox, ətraf hamıya nəzər eləyəsin. Xanımın ev şəraitini bir dənə göstər. Yoldaşı dünyasını dəyişib, tək yaşayır. Bura sizin evinizdə düzdür, bura gəlin. Allah yoldaşı var. Halal olsun. Allah yoldaşı var, rəhmət eləsin. Siz nə bu? Bunlar da sizindir. Uşaqlara aid burada. Evet.